Efirdə dalaşanları mı nəzərdə tutursunuz? Efirdə hürənləri deyirəm. Bir də ifadəmə görə mahnını da ürdürmürlər. Hav oxuyanlar. Bəli. Sonra ikincisi bu yaxında gördüm. Şəbnəm Tovuzu. Hav deyil, hav deməlisən. Hav. Ha, tamam bir də. Onlar arkadan havlar. Hav. Dedim ki herkes. Bir dəqiqə. Vallahi tanımıram. Şəbnəm Tovuzluğu tanımırsınız mı? Yox, Şəbnəmdən danışmıram. Ofeliya Şabanovanı mən bitirmədim. Ofeliya Şabanovanı. Hav. Dedim ki her şey bende var. Var. Onlar arkada havlar. Dedim ki her şey bende var. Yani kim eləyibsə, Kim eləyib mənim üçün onu hürdürürlər Qumral də. idi, səhv etmirəmsə. Onu hürdürürlər də. Onlar arkadan havlarlar. Hav. Dedim ki her şey bende var. Var. Onu hürdürürlər də. Hələ bir verilişdə ikisini qoyurlar yan-yana. Bu hürür. Bu hürür. Siz niyə özünüzü bugünə qoyursunuz? Yəni bir saatlıq verilişdən ötürü siz onun acizisinizmi? Həqiqət. Yox, iddiam deyil, olan şeydir da. Biz hamımızın qabağına çıxırıq. İndi biri də var. Deyir, uzan, yıxıl yerə. O da yıxılır yerə, uzanır. Tanımıram o müğənnini, yalan deyərəm. Mən şokam. Birazdan deyəcəklər, uzan yerə səni çiləyək burada su ilə ya da təpikləyək. Onu da deyəcəklər, mən qəbul edirəm. Məndən xanım, bunun başında duran bir sinədir. Ona görə mən deyirəm, bir dənə də təlxəylər biznesi var artıq. Show biznes, toy biznes, Bu sizin fikrinizdir. Çünki o adlarını çəkdiyimiz sənətçilər var, hürdürür dediniz. Çünki onların hər biri dostum Zaur Nəbioğlu'nun verilişində olub, rəngarəng verilişində. Buradan bunu demək. Yox, mən orada görmüşəm. Başqa veriş. veriliş. Rəngarəngi verilişi, niyə qorxusunuz var? Yox, əstof mən başqa verilişdə görməmişəm. Yox, mən də onu maraqlıdır ki, Zaur əgər hürdürürsə, Zaura ayıb olsun. Yox, bir dəqiqə, qoy fikrimi bildirmək istəyirəm. Onlar hürdürmək mənə görə hürdürmək deyil. Mənə görə bu Türkiyənin çox məşhur bir hitidir. Bəs türklər niyə eləmir? Bu mahnının sözlərini verirlər ona ki, tutaq ki mahnının sözünü, bu mahnını sən ifa et. Olmasın orada məsələn o mahnı, olsun nə bilim Mədinə Məlikin Ya Sücbə mahnısı. Məsələn deyirəm. Mənə bu günləri qayıdıb desəz ki, Elnar, bir dənə çıx buradan. Bir dənə burada hav elə də. Hav elə, eləyəcəm mən. Bir dənə hansısa nə qədər dostum da olsanız, eləməyəcəm. Deyərsən Zemfira xanım idi, deyərsən. Gəl, İsa, mən sənə qiymət verim. Mən onu deyərəm maksimum. Yəni, mənə hürdürməyə mi çağırıbsan verilişi? Maksimum bu hərəkətlər Zaur Əlbabın Məmmədov, yoxsa Qəzənfər müəllimin sinfini bitirib Bülbüldə. Mənə görə hürmək deyil bu. Muğam sinifini bitirib adam. Məşhur mahnıdır, hitdir. Mahnıda da o hürmək nəzərində oxunub da, mənə elə dedilər. Mən arxamca havlar, bu kimi havlar. Yəni bu qədər mahnıların içində. İtdən bəhs edirdi orada da. Bilirsiniz necə, artıq aparıcı da mırt tutur müğənnilərlə. Ələ salmaq. Bayaqları mən Rayder deyəndə onu misal gətirirdim ki,